deməli kitablara, Azərbaycan dili kitablarına təzə salınmış bu mövzu var 6-cı sinifdə. Hiperonim və hiponim. Nədir mövzunun adı? Hiperonim və hiponim. Təbii ki, siz bunu birinci dəfə eşidirsiniz, amma çox asan bir mövzudur. Yəni bir dənə mən sizə bir nümunə çəkəcəm, artıq siz o nümunənin üzərindən nə olduğunu biləcəksiniz. Məsələn, nümunəni belə yazıram. Daha ki, buraya yazıram üzüm, buraya yazıram alma, buraya yazıram nar, burada yazıram meyvə. Uşaqlar, bunların ortaq cəhəti, ümumiləşmiş cəhəti nədir? Meyvə. Deməli uşaqlar, əgər ümumiləşmə soruşursa, sözlərin aid olduğu ümumi məna qrupunu soruşursa, bu olur hiperonim. Hiperonim. Bunları biz də belə yadınızda saxlayın. Hipermarketlər deyilir, böyük marketlər. Bu da hiperonim. Sözlərin aid olduğu ümumi məna qrupu. Bundan çıxan şaxələr isə, yəni bunun qolları isə nə olacaq? Hiponim. Və yaxud da belə yadınızda saxlayırıq. Sanki bir əldir, əlin bu böyük hissəsi hiperonimdir. Bundan çıxan budaqlar isə, yəni barmaqlarımız isə hiponim. Məsələn, gəlin bir dənə nümunə yazaq. Tutaq ki, deyirəm, ana, ata, nənə, baba, nə bilim, xala, bibi və s. Bunların ortaq cəhəti nədir uşaqlar? Qohumdur. Bəli, qohumdur. Deməli, burada hiperonim nədir? Qohum. Hiperonim olacaq qohum. Çünki varlıqların aid olduğu ümumi məna qrupudur. Hiponim nədir? Ona aid olan həmin o varlıqlar. Xırda olan varlıqlar. Başa düşdünüz? Hiperonimlə hiponimin mənasını. Ümumi məna qrupu soruşursa hiperonim, ona əhatə edən sözləri soruşursa olacaq hiponim. Do you understand me? Me? Do you understand me? Aha, kifayət edir.